Abituriyent vaxtından ən böyük çətinliyimiz yəqin ki, imtahan ərəfəsində olan həyəcan olub. Bu təbii ki də normal bir haldır, hamının başına gəlir. Əsas odur ki, imtahanda özünü toparlamaq, o həyəcanın öhdəsindən gəlməkdir. Magistratura imtahanında 96 bal toplayaraq ölkə birincisi olan Elvina Əliyeva kimi. Bakı Ali Neft Məktəbi tələbəsi olan Elvina daha əvvəl də buraxılış imtahanında yüksək nəticə göstərərək prezident təqaüdünə layiq görülüb. Bu uğuru isə asanlıqla əldə etməyib. Çalışqanlığından, disiplindən mənə görə məncə asılıdır. Həm asan, həm orta, həm çətin sualların olması normaldır. Çünki bütün suallar asan olsaydı hamı yuxarı bal yığardı. Elvinanın bu yanaşması fonunda imtahan suallarının mürəkkəbliyi ilə bağlı müzakirələr isə davam edir. İlkin rəylərə görə bəzi suallar əvvəlki illərlə müqayisədə daha çətin və vaxt aparan olub. Xüsusilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqların əlavə gərginlik yaratdığı bildirilir. Məsələyə münasibət bildirən təhsil ekspertləri hesab edirlər ki, imtahan modeli hazırlanarkən balans prinsipi qorunmalıdır. Ümumi imtahanların təşkilində asan səviyyəli suallara 15-20% diqqət edilməlidir səviyyə üzrə. Orta səviyyəli suallara 50-20% aralığında diqqət edilməlidir. Çətin suallar 15-20% əhatə etdiyi halda çox çətin suallar 5-10% əhatə etməlidir ki, bu da inteqrasiya olunmuş təlim proseslərində önəmli şərtdir. Dövlət İmtahan Mərkəzi isə səsləndirilən iddiaları qəbul etmir. Qurumdan bildirilir ki, suallar yalnız əvvəlcədən təsdiq olunmuş proqram əsasında hazırlanır və mürəkkəblik səviyyəsi nisbi anlayışdır. Yenə də mən statistikaya müraciət eləmək istəyərdim ki, bax, ötən ildə siz baxsaz, hər iki zonanın imtahanın mürəkkəblik səviyyəsini müqayisə eləsəz, siz görərsiniz ki, onlar bir-birinə bərabərdir, oxşardır. Onların korrelyasiyası, yəni onların uyğunluğu o 1-ə yaxınlaşır, 0,97 və yaxud 0,93 əmsalla biz bunu ifadə eləyə bilərik. Qurum rəsmisi onu da əlavə etdi ki, zona üzrə keçirilən imtahanların hər birində mürəkkəblik səviyyəsi eyni olur. Ləman Abbaslı, Rüfət Əliyev, İTV Xəbər.